xalqımızın milli azadlıq hərəkatından danışırlar və deyirlər ki, milli azadlıq hərəkatının qurucusu, təşkilatçısı məhz Əbülfəz Elçibəydir. Bunu kim deyir? Demokrat görünümlü, millətçi görünümlü, türk millətçisi görünümlü, sapı özümüzdən olan xainlər. Amma həmin o sapı özümüzdən olan xainlər bir zamanlar Əbülfəz Elçibəyi satdılar. Bu qədər. İndi isə medialarında türk millətçisi Əbülfəz Elçibəy, başbuğ Əbülfəz Elçibəy, lider Əbülfəz Elçibəy bunu təbliğat aparırlar. Başa ən çox da bu Türkiyə Respublikasında bu təbliğat gedir. Təsəvvür edirsinizmi? Amma bir zamanlar həmin o kim ki Əbülfəz Elçibəyi başbuğ, türk lideri, türk millətçisi adlandırır, həmin o adamlar, sapı özümüzdən olan xainlər deyirəm o adamlara, bir zamanlar o adamlar Əbülfəz Elçibəyi satdılar. Arxadan vurdular, namərtcəsinə vurdular. Bizdə belə bir söz var. İgidi öldür, amma haqqın yemə. Mən bunu etiraf edirəm. Yəni mən Əbülfəz Elçibəy tərəfdarı da deyiləm. Əbülfəz Elçibəy tərəfdarı mən deyiləm. Bunu amma deməliyəm. Çünki bizdə belə bir söz var. İgidi öldür, haqqın yemə. Əbülfəz Elçibəy doğrudan doğru türk millətçisi idi. Amma bir balaca da saf idi. Allandı. Bəli, allandı. Dönəmin Türkiyə prezidenti Turgut Özal, dönəmin Türkiyə baş naziri seçilən, koalisiyalı hökumət başçısı seçilən Süleyman Demirel, Əbülfəz Elçibəyin doğrudan doğru türk millətçisi ideyasından sui-istifadə etdilər. Təsəvvür edin. Türk millətçisi, türk millətçiliyi ideyasından istifadə etdilər, sui-istifadə etdilər. Türk millətçiliyi siyasət deyil. Türk millətçiliyi bir ideyadır. Turan birliyinə gedən bir ideyadır. Amma dönəmin Türkiyə Respublikasının prezidenti Turgut Özal Amerikanın oyununa gəldi. Amerika nə deyildi? Sovetlər dağılıb, sosializm məhv olub, soyuq savaş bitib, Sovetlərdən qalma respublikaları ələ keçirtməliyəm. Kimin əli ilə? Türkiyənin əli ilə. Və Türkiyənin o dönəm prezidenti Turgut Özal və Türkiyənin o dönəm baş naziri Süleyman Demirel bax buna canla, başla xidmət edildi. Mənim əziz, dəyərli dostlarım, bacılar, qardaşlar. Başa Amerika Türkiyə üzərindən biz elə bilirik qardaş ölkə deyirik, dövlət bir daha deyirəm, əvvəlki çıxışlarımda demişəm, dövlətlər, iqtidarlar arasında qardaşlıq olmaz. Daxili, xarici mənfəət olar. Mənfəət olar. Bitdi. Bax, dönəmin prezidenti, Türkiyə Respublikasının prezidenti Əbülfəz Turgut Özal, Türkiyənin o dönəm baş naziri Süleyman Demirel, bax bu sistemə xidmət göstərildi. Bunları demək lazımdır. İndi qardaş deyirik, qardaş ölkə deyirik, amma
liderləri sapı özlərindən olan xain çıxdı. Güya Türkiyənin o dönəm prezidenti Turgut Özal bunun bütün o dönəmlərdə mətbuat yazıldı. Turgut Özal Türk dünyasını birləşdirir. Hətta yadınıza gəlirsə Turgut Özal Azərbaycana səfərə gəldi. Orta Asiyanın türk dilli dövlətlərin ziyarət etdi və hər kəs xüsusən də Türkiyədəki olan medialar yazdı. Turgut Özal Türk dünyasını qurur. Nə bilim, Türk İttifaqını qurur. Davamında Əbülfəz Elçibəy buna aldandı. Əbülfəz Elçibəy nə dedi? Biz təklif edirik ki, Azərbaycan-Türkiyə arasında hərbi pakt imzalansın və Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilsin. Bu siyasət Amerikanın Amerikanın öz daxili siyasətinə uyğun siyasət idi. Bax, Amerika məhz bunu istəyirdi. Buna nə əngəl oldu? Turgut Özalın vaxtsız ölümü. Turgut Özalın vaxtsız ölümü bu siyasəti alt-üst etdi. Yəni, Amerikanın o daxili arzusu, daxili siyasəti ürəyində qaldı. Görsünüzmü? Siyasətdə saflığa ehtiyac yoxdur. Əgər iqtidar sahibləri yalnız və yalnız öz xalqının, vətəndaşının refahın fikirləşməlidir. Biraz əvvəl də qeyd etdim, Əbülfəz Elçibəy doğrudan doğru türk millətçisi idi. Amma yanlış yolda idi. Bir daha deyirəm, Əbülfəz Elçibəy doğrudan doğru türk millətçisi idi. Amma yanlış yoldaydı. Niyə yanlış? Çünki Azərbaycan 70 il Sovetlər, 200 il Çar Rusiyasının daxilində əsarətdə olmuşdu. İndi yeni bir birliyə ehtiyac mı var? Xeyr. Azərbaycan müstəqil dövlətdir.